Hər vaxtınız xeyir. Bu dərs Unit 1-in sonuncu dərsi olan DTL deməyə fərqlərini, nə olduqlarını və query datanın nə olduğunu, ANSI Unicode-un nə olduğunu, TSQL, PGSQL və PLSQL haqqında danışacağıq. DDL və DML nədir? DDL Data Definition Language mənasına gəlir, yəni verilənlərin təyin edilməsi. Bu kateqoriyaya daxil olan əmrlər verilənlər bazasının strukturu ilə işləyir, yəni cədvəl, sütun indeksi və s. yaradır, dəyişir və ya silir. DDL və DML-lərdən bu dərsdə istifadə edəcəyik. Bunlar nədir? Create, alter, drop, truncate. Əsasən diqqət edirsinizsə, bunların hamısı əsasən cədvəllər ilə əlaqəlidir. DML isə Data Manipulation Language, yəni verilənlərin idarə olunması üçün ayrılmış bir kateqoriyadır. Bu verilənlər özünü dəyişmək, əlavə etmək və silmək üçün istifadə olunur. Select məlumatları yoxlayır, seçir. Insert məlumat əlavə edir. Update məlumat dəyişir. Delete isə mövcud məlumatı silir. DDL və DML nədir? DDL verilənlərin təyin edilməsidir. Burada bu kateqoriyada olan əmrlər verilənlər bazasının strukturu ilə işləyir. Yəni cədvəl, sütun indeksi və s. yaradır, dəyişir və ya silir. Create, alter, drop, truncate əmrləri var. Truncate bütün məlumatları silir. Drop obyekti silir. Alter mövcud obyektin strukturunu dəyişir. Create isə yeni obyektlər yaradır. DML nədir? Data Manipulation Language verilənlərin idarə olunması dilidir. Bu əmrlər verilənlərin özünü dəyişmək, əlavə etmək və silmək üçün istifadə olunur. Select məlumat yoxlayır, seçir. Insert məlumat əlavə edir. Update məlumatı dəyişir və delete mövcud məlumatı silir. Burada önəmli bir araşdırma var. Drop, truncate və delete nədir? Bunların fərqi nədir? Bu delete, truncate və drop çox vaxt qarışdırılan bir mövzudur. Burada bəllidir ki, delete, DML, drop və truncate isə bir DDL əmridir. Burada çox qarışdırılan mövzu delete, truncate və dropdur. Fərqləri nədir? Bildiyimiz kimi delete belə deyək ki, DML əmridir, amma truncate və drop definition əmridir. Ona görə ki, delete cədvəldəki sətirləri silir, amma cədvəlin özü qalır. Yəni where ilə bir sətir seçirik və o sətri məsəl üçün deyirik ki, adlar sütununda i ilə başlayan adları delete et və burada rollback mümkündür delete ilə işləyərkən. Truncate isə cədvəldəki bütün sətirləri silir. Amma struktur qalır, yəni sütunlar, indekslər qalır və bütün hər şeyi silir. Bütün hər şeyi sildiyi üçün where istifadə olunmur burada. Və rollback mümkün deyil burada. Drop isə cədvəli tamamilə silir. Yəni həm məlumatı, həm də strukturu, hər şeyi silir. Burada da rollback yoxdur. Triggerlar, hər şey silinir. Yəni bu çox təhlükəlidir. Belə deyə bilərik ki, qısaca drop böyükdür truncate, böyükdür delete. Yəni drop hər şeyi silir. Truncate sətirləri silir, sütun adlarını saxlayır. Delete isə sətirləri silir. Burada ən təhlükəli olan dediyimiz kimi dropdur və where ilə istifadəsinə baxanda sadəcə delete where funksiyası ilə istifadə oluna bilir. Rollback isə sadəcə delete-də mümkündür. Truncate də bəzən mümkün, bəzən mümkün deyil. Bəs bu qədər dedik rollback mümkündür deyil. Rollback-in özü nədir bəs? Rollback databazada edilmiş dəyişiklikləri geri qaytarmaq üçün istifadə olunan əmrdir. Məsəl üçün, transaksiya içində insert, update kimi əmrlər var. Bunları ləğv etmək mümkündür. Dataları əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Yəni heç nə olmamış kimi, yəni silinməmiş kimi. Qısacası buradan belə bir nəticəyə gəlmək olar ki, delete əmri geri qaytarıla bilər. Truncate əmri bəzi hallarda geri qayıdır və bəzi hallarda geri qayıtmır. Drop isə heç vaxt geri qayıtmır. Bəs dedik ki, truncate bəzi hallarda rollback olur, bəzilərində isə olmur. Bu niyə görə bu bəzənə görə dəyişir? Bu çünki databazanın verilənlər bazasının sistemindən asılıdır. Məsəl üçün PostgreSQL-də truncate əmri tam transaksiya içindədirsə, rollback işləyir. SQL serverdə isə SQL server içərisində də transaksiya əmri içində rollback işləyir.
Yəni SQL serverdə də, PostgreSQL-də də rollback mümkündür. Amma MySQL-də yəni rollback işləmir. Çünki MySQL-də trunket daxilində drop artı create kimi işləyir. Yəni bu onun əslində bu daha çox C kodları ilə əlaqəli olan bir şeydir mən bilən. Ona görə burada trunket əmri işləmir. Yəni burada biraz qarışıq mövzular ola bilər. Yəni bunları şifahi olaraq bilməyiniz, not almağınız kifayət edir. Trunket əmri bəzən rollback mümkündür, bəzən mümkün deyil. Bu da databazanın hansı şirkət tərəfindən, hansı databazı olduğuna görə dəyişir. Oracle və MySQL rollback işləmir trunketdə, PostgreSQL və SQL serverdə trunket rollback edilə bilir. Drop isə absolut olaraq heç bir databazada rollback olunmur, yəni geri qaytarmaq mümkün deyil. Başqa deyilə biləcək bir şey varmı? Bu mövzu haqqında məncə düşünürəm ki, DDL və DML haqqında başqa deyilə biləcək bir şey yoxdur. Əslində deyilə biləcək şey çoxdur, amma hələlik yoxdur. Mən bu mövzu əhəmiyyətli mövzudur və çox vaxt hər yerdə soruşulur. Ona görə drop, trunket və delete'in fərqini izah etdim. Bəs bu qədər querying deyirik. Querying öyrənəcəyik. Querying nədir? Querying verilənlər bazasında məlumatı sorğulamaq, əmr vermək, istədiyimiz məlumatı tapmaq üçündür. Queryingdə çox vaxt DML istifadə olunur. Yəni select istifadə edirik. Queryingi belə düşünək ki, məsəl üçün istədiyimiz bir kitab var. Deyirik ki, kitabxanada 150 səhifədən az olan qalın qapaqlı və üstündə yaşıl rəng olan kitabları gətir. Bu bir queryingdir. Yəni məlumatı sorğuluyuruq və bizə bu kitabların, bu məlumatların gətirilməsini istəyirik. Querying budur. Yəni biz bu dərsdə databazanın optimallaşdırılması, ondan sonra belə deyək ki, databazadakı istifadəçilərə akses verilməsi, bu kimi mövzuları işləməyəcəyik. Bir digər mövzu isə danışmalı olduğumuz ANSI və Unicode-dur. ANSI nədir? ANSI American National Standard Institute-un qısaldılmasıdır. Ümumiyyətlə IT sferasında bəzi şeylər var ki, onların qısaldılması bütün dünya tərəfindən, yəni bir standart halına gətirilməsi lazımdır və bu işləri çox vaxt ANSI edir. Yəni Amerikanın Milli Standartlar Universiteti deyə edir. Bu standartlar təbii ki, ingilis dilini nəzərə alaraq qoyulur. Hər simvol 1 baytla təmsil olunur. Unicode nədir? Unicode isə bütün dillərin simvollarını dəstəkləyən beynəlxalq standartdır. Məsələn, UTF-8, UTF-16, UTF-32 kimi formatlarda kodlanır. Gəlin bunu belə izah edək. Məsəl üçün, Azərbaycan dilində Ə hərfi var. Çin dilində təmiz fərqli əlifbadır, ərəb dilində fərqli əlifba. Məsələn, Ə hərfi ingilis dilində yoxdur, bizdə olan Ə hərfi. Bu artıq biz elə bir UTF formatından, Unicode formatından istifadə etməliyik ki, orada Ə hərfi dəstəklənsin. Unicode budur. ANSI və Unicode arası, ANSI və Unicode əslində tamamilə ayrı şeylərdir. ANSI belə deyək ki, SQL dili var. SQL dilində standartlar var ki, bunlar ANSI qərar verir. Unicode isə tamamilə ayrı bir şeydir. Bir-birinə yaxın olsalar da, yəni yaxın olduğunu düşünsək də əslində ayrı şeylərdir. TSQL, PLSQL və PGSQL üstündən başlayaq. TSQL, PLSQL və PGSQL nədir? Ümumiyyətlə belə düşünək ki, bizim əlimizdə SQL var və bu SQL-in bizə sağladığı şeylər standartdır. Yəni çox iləri gedə bilmirik. Amma TSQL sayəsində, PL və PGSQL sayəsində biz daha inkişaf etmiş querylər və daha inkişaf etmiş funksiyalar yaza bilirik. Burada bunların fərqi nədir? Bunların fərqi ondan ibarətdir ki, TSQL Microsoft'un geliştirdiği, yarattığı bir şeydi. PLSQL Oracle'ın, PGSQL ise Postgres'e ait bir dildir. Bir dildir deyə bilərik, bəli. Bunların yəni təməl fərqləri budur. Burada yəni hər birində, istənilən hər birində SQL bilməliyik. SQL ANSI tərəfindən standartlaşdırılmış bir dildir. TSQL isə ona əlavə olaraq bəzi funksiyalar əlavə edərək onu inkişaf etdirilmiş halıdır. Biz bu dərsdə SQL Server, Microsoft'un databaza produktunu istifadə edəcəyimiz üçün TSQL-dən istifadə edəcəyik. Bu dərslik bu qədər. Unit 1 bitdi. Unit 2-də artıq biz praktikaya keçəcəyik. SQL serveri yükləyəcəyik. İlk querylərimizi yazacağıq və bu şəkildə davam edəcəyik. İzlədiyiniz üçün təşəkkürlər. Bir sonraki dərsdə görüşərik.